Bu cür evləri artıq Mərdəkanda da görmək mümkündür. Mən sizləri bugün elə bir məkandan, elə bir yerdən salamlayıram ki, bu evləri əsasən siz xaricdə görmüsünüz. 7 sot, 220 kvadrat, 5 otaq, qiyməti bu evlə heç bir əlaqəsi yoxdur. Həqiqətən də qardaş işinizi görmək lazımdır, bilir. Buranı tikən hər bir şey nəzərə alıb, sizin istirahətiniz üçün, sizin rahatlığınız üçün. Bizim tropikal ab-hava qatan palm ağacımız olsun, yaşıllığın düzgün seçimi, evimizin hündür tavanlı olmağı, qış mətbəxi, ayrıca manqal aparatımız, yəni gəl, gir, köç, yaşa, yalnızca mebellərinizi öz istəyinizə görə alacaqsınız. Burada bizim elə bir uzun hovuzumuz var. Tam o hovuzun qabağında istirahət zonası. Çox vaxt bu istirahət zonası hovuzdan hündürdə olur, amma bu ondan aşağıdadır. Burada belə əyləşib tam hovuza baxa bilərsiniz. Burada mənzərə var. Orada kimsə üzdüyü zaman da burada rahatlıqla görmək olur. Dostlarınızla yığışdınız. Burada bir dənə qəşəng piknik qurdunuz. Yəni istirahət eləməyə zona çoxdur. İstərsəniz lejan kalan yanında, istəsəniz açıq istirahət zonasının yanında, istəsəniz də qış mətbəxində istirahətinizi eləyə bilərsiniz. Kiçik, üstü qapalı belə bir qaraj sahəmiz də vardır ki, həyət evə qədər asfaltdır, Mərdəkanda təzə yoldadır. Buranı tanıyan yaxşı bilir, məşhur restoranlar sırasıdır. İndi isə çox uzatmadan qalxaq evimizin daxilinə, interyeri göstərməzdən əvvəl bircə bu qapını göstərmək istəyirəm ki, düşünün də bu qapı qədər də evin hündürlüyü var. Mən burada dincəlib yoga edirəm. Sizə bu evin hava maraqlı olsa, məndən əlaqə saxlayasınız. Mən də istirahətimi pozaram. Sağ olun dostlar.